Əsəbləşirsən, cavan oğlum. Qətiyyən əsəbləşmirəm. Suallarınız qızıq yaradır. Elza xanım, bu iynələmə fəsli bitdisə, xahiş edirəm. Gəlişinizin səbəbini deyin. Keçək əyləşək, mən də sizi çaya və yaxud da kofeyə qonaq edim. Bu boyda mebel mağazanızda bir adam yoxdur, tək işləyirsən. Yox, işçilərimiz var. Təbii ki var. İnzibatçımızı iş dalınca göndərmişəm. Harada olsa gəlməli idi. Aha, bu da gəldi. Diqqətlə baxın. Bəlkə tanıyırsınız Elza xanım? Sağ ol Eyvaz. Qonağımız üçün çay təşkil edir. Xoş gəlmisiniz. Gözlədiyim adamı gördünüz Elza xanım. Çaylarımız da gəldi. Xahiş edirəm, keçək əyləşək. Nə sualınız varsa orada verərsiniz. Alo, Humay hardasan? Necə yəni Humay deyil? Bəs kimdir? Onun telefonu sizdə nə gəzir? Kimin maşın vurub? Necə yəni telefonu yerdən götürmüşəm? Vəziyyəti necədir? Hardadır? Harda maşın vurub? Ünvanı deyin mənə. Yaxşı, tərpətmin onu yerdən, özüm gəlirəm. Özüm gəlirəm. Sən ara? Humay Sənan müəllimin yoldaşı deyil. Hə? Gedək kömək eləyim də. Hə? Mən sizlə danışmışdım. Hə, mən idim. Qızanı. Təcili yardım apardı. Hara apardılar? Dediniz gəlirik, ona görə mən də sizi gözlədim. Buyurun. Onun telefonudur. Hansı xəstəxanaya apardı? Esk hospitala. Huşu özündə idi. Yox. Maşın burada vurdu. Yox. Orada vurmuşdu. Qan yoxdu axı. Heç mən də qan görmədim. Bağışlayın mənim, narahat elədim sizi. Ona sözdür. Bu kabinetdə oturub.
Elə indi gətiriblər. İstedi. Sözüm sizə. Heç hardasa oturup çay içməyimiz, çörək yeməyimiz yadıma gəlmir. Əhvalından belə sezirəm ki, nəsə ciddi söhbətdir. Təsəvvür elədiyinizdən də ciddidir, müəllim. Amma bir xahişim olacaq. Humaya əsəbləşməyin. Bu işdə onun heç bir günahı yoxdur. Heç mən yazığın da bu işdə günahı yoxdur. Sadəcə ikimiz də qulunun oduna yanmışıq. Sən qəti narahat olma. Görürəm, çox geniş götürürsən, izahata ehtiyac yoxdur. Nə sözün var, rahatdır. Qısası belədir də, müəllim. Sizin ortağınız Adəm Humayun doğmacı əmisidir. Siz gülürsünüz, müəllim. Yəni, sizi qınamıram, inanılası deyil. Amma Adəm Həmidin doğmaca qardaşıdır, böyük qardaşı. Həyatdır da Şəmsi. Ola bilər. Həyatda çox şeylər olur. Sənan müəllim, mən sizin hövsələnizə, yəni səbrinizə heyranam. Amma mən özümü sizin yerinizə qoyub fikirləşirəm, yəqin ki, mən dik atılardım. Həyatdır da. Hərəmiz bir xasiyyətin sahibiyik. Sonra. Sonrası ondan betərdir, Sənan müəllim. Həmin bu Adəm, həm də mənim keçmiş qaynatamdır. Bilirəm, əsəbləşirsiniz. Amma burada mənlik bir şey yoxdur. Yəni, mən sizə evli olub boşandığımı deməmişəm, yəni vacib bilməmişəm. Adəm kişi də gəlib bizim ofisə çıxanda mən Türkiyədə olmuşam. O hissəni bilirəm. Hay sağ olun. İlk dəfə sizin yanınızda üz-üzə gəldik. Özünü elə apardı ki, güya məni tanımır. Sonra da bək-bək tapşırır ki, biz bir-birimizi tanımırıq. Humaya da get elə tapşır. Mən də gedib Humaya deyəndə Humayın gözləri bərəldi. Müəllim, qorxusundan ağladı qız. Bir sual verib Şəmsə. Bəli, müəllim. Səncə Adəm niyə belə eləyir? Marağı nədir? Yadınızdadır, ofisdə məndən soruşmuşdunuz ki, Adəm necə adamdır, mən onun haqqında nə düşünürəm. Sualım da yadımdadır, sənin cavabında. İcazənizlə, indi mən onun haqqında nə düşündüyümü sizə deyim. Buyur. Adəm ipinin üstünə odun yığılası adam deyil. Yəni ciddi adam deyil, hərdəm xəyaldır. Bugün dediyini sabah danar. Bildiyiniz yalancı, xəsiz, tamahkar. Heç evdə də sözü keçmir. Bir dənə dırdır arvadı var, o nə desə onu eləyir. Elə mənim evimi də o arvad dağıtdı. Adı da Firuzədir. Məni tərifləyirsən ki, təmkinli adamam. Gördün? Bir həftənin içində qərar vermişəm. Deməli, təmkinli adam deyiləm. Ay müəllim, sizdə bir günah yoxdur. O adəmdir ki, hər cildə girə bilir. Yaxşı, Şəmsi, sən nə ağıl eləyib bunu deməyə qərar aldın? Bunun bir səbəbi olmalıdır yaxı. Səbəbi odur ki, Adəm mənə canımı boğazıma yığıb. 2 gündən bir də mənə hədə-qorxu gəlir ki, səni işdən çıxardacağam və s. və ilaxır. Elza xanım da duyuq düşüb, o da məni bir tərəfdən sıxma boğmaya salır.